təbrik edirəm. Amil xanımdan sonra şeir söyləmək özü bir məsuliyyətdir. Çünki mən onu izləyirəm sosialdan. Özü də bunu bilir yəqin ki. Mən Samir Əfsaroğlu'nun poeziyasını bir neçə gündür vərəqləyirəm və orada biri-birindən gözəl şeirləri görürəm. Şeirlərin hamısında fəlsəfə var, yoxsa dərin məzmundur. İnciməsin digər şairlər, elə şairlər var ki, onların kitabını alırsan, sevinə-sevinə aparırsan ki, mən bir şeir dünyasına düşürəm, amma oxuyursan, görürsən o deyil. Amma Samir bəy, elə üzünüzə demək olsun. Deyilləri üzünə demək olmasın, amma qoy olsun. Şeirlərinizin biri o birindən qəşəng, o biri bu birindən. Amma reglament icazə verir ki, xanım dedi, dördünü hələ üzünə, amma hamısı qəşəng. Deməli, belə, sıxma məni, belə dünya, onsuz da çox sıxılmışam. Baxma belə dik gəzirəm, mən daxilən yıxılmışam. Gediş oldum, gəliş oldum, göz yaşında gülüş oldum, yaşamağa vərdiş oldum, mən var ikən yox olmuşam. Çox güləndim inamsıza, insan dedim mən qansıza, qurban oldum imansıza, heyif, heyif, boşa doğulmuşam. Heyif, boşa.